Bismillahirrahmanirrahim. Salam dəyərli dostlar. Allah Teala Tövbə surəsinin 8-ci ayəsində bütün insanlara, xüsusilə müsəlmanlara mühüm bir məsələ ilə bağlı xəbərdarlıq edir. Ayədə Allah Teala buyurur: "Keyfə və in yazhara aleykum la yarqubu fikum illan və la zimmə." Necə ola bilər? Əgər düşmən sizə qalib olarsa, nə qohumluq əlaqələrinə baxar, nə də əhd peymanı riayət edər. Yurdunakum bi affahim və ta'ba qulubuhum və əksəruhum fasiqun. Onların sizə nifrəti olduğu halda sizi sözlə razı etməyə çalışırlar. Yurdunakum bi affahim və ta'ba qulubuhum və əksəruhum fasiqun. Ona görə ki, onların əksəriyyəti Allaha asi olan, əhd peymanları pozan fasiqlərdirlər. Allah Teala bu ayədə bütün insanlara, xüsusilə müsəlmanlara xəbərdarlıq edir ki, zalimlar, dünya imperialistləri əgər sizə qalib olsalar, bir-bir sizi sıradan çıxardacaqlar. Onlar heç kimə rəhm etməyəcəklər. Çünki onlar insanlara kölə kimi baxırlar. İnsanları öz qulları kimi görürlər. Xüsusilə müasir dönəmimizdə, dövrümüzdə onlar daha hiləgərcəsinə, daha modern şəkildə insanları qul etməyə və kölə etməyə çalışırlar. Xalqların sərvətini talamağa çalışan, mədəniyyətini aradan aparmağa cəhd edən, ümumiyyətlə xalqların müstəqilliyini, suverenliyini mənimsəməyə və xalqlara sözün əsl mənasında hökmran kəsilməyə çalışan bu imperialist qüvvələr bir-bir bu xalqları, bu hakimiyyətləri aradan aparırlar. Kimsə düşünürsə, bugün dünyada bu imperialist qüvvələr Amerika başda olmaqla hər hansı bir xalqı, dövləti hədəfə alıbsa, onunla bitəcəksə, o yanlış düşünür. Bunu biz demirik, bunu Allahımız buyurur. Ağsaqqallardan biri uşaqdan soruşur, deyir, mənim balam, toyuğun 8 balası vardır. Pişik gəlib o balalardan birini aparsa, orada neçə cüzə qalmışdır? O toyuğun neçə balası qalmışdır? Uşaq ağsaqqala baxıb deyir, orada heç bir bala qalmamışdır. Deyir, necə yəni, o bir balanı aparmışdır. Deyir, yox atacan, babacan, əgər o pişik bacarıb toyuğun bir balasını apara bilirsə, ora dadanıb sona qədər o balaları aparacaqdır. Dünya da belədir. Meşə qanunlarına idarə olunur. Əgər Amerika bir gün Venezuelaya hücum edib o cinayəti törətdisə, ondan qabaq Fələstində, ondan qabaq İraqda, Əfqanistanda, digər ölkələrdə o cinayətləri törətdilərsə, xalqların sərvətlərini taladılarsa, insanları öldürdülərsə, xalqların dövlətçiliyini, mədəniyyətini aradan apardılarsa, əmin olun ki, onlar əgər bugün bu mübarizələrdə qalib olsalar, digər xalqları da hücum edib, onların müstəqilliklərini aradan aparıb sərvətlərini talayacaqlar. Bu Allahın kəlamıdır. Allah buyurur. Siz nə düşünürsünüz? Elə düşünürsünüz ki, onlar sizə hakim olsalar, qohumluq əlaqələrinə baxarlar, ya yox, onlarla bağladığınız əhd peymanlara sadiq qalacaqlar. Bu sadəlövhlüyünüzdən irəli gəlir. Əgər yüngül demiş olsaq, yox, əgər biraz da kobud demiş olsaq, bu insanların nadanlığından qaynaqlanır.